Dövlət başçısının tapşırığına əsasən inşa olunacaq sosial mənzillər bazar qiymətindən təqribən 20-25% aşağı olacaq. Növbəti binalar Suraxanı rayonunda yerləşəcək. Bundan başqa regionlarda da sosial evlərin inşası nəzərdə tutulur. Yasamal rayonu ərazisində sosial evlərin tikintisi sürətlə davam etdirilir. Bu yaşayış kompleksində 7-10 min insan məskunlaşacaq. İlk mənzillərin verilməsi isə gələn ilin ortalarında planlaşdırılır. Kompleksin ərazisi 11,6 hektardır. Burada 29 bina olacaq. Bundan əlavə qeyri-yaşayış sahələr də tikiləcək. Artıq Nazirlər Kabineti tərəfindən ikinci layihə üçün də torpaq sahəsi ayrılıb. Uyğun qiymətə inşa olunacaq növbəti binalar Suraxanı rayonunda yerləşəcək. İlk layihə artıq başlanılıbdır. Keçən ilin dekabrın 24-də möhtərəm cənab prezident İlham Əliyevin və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə birinci Yasamal yaşayış kompleksi adlanan ilk layihədə birinci 9 mərtəbənin və məktəbin təməlinin qoyulma mərasimində iştirak etmişdilər. İkinci layihə üçün də torpaq sahəsi ayrılmışdı. Bu torpaq sahəsi Hövsan qəsəbəsindədir və 20 hektar təşkil edir. Artıq bu torpaq sahəsi üçün şəhərsalma əsaslandırılması hazırlanması işlərinə başlanılmışdı. Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev onu da qeyd etdi ki, inşa olunan binaların ərazisinin 75%-i yaşıllıq sahəsi üçün ayrılıb. Yalnız 25%-də tikinti işləri aparılacaq. Bundan başqa regionlarda da sosial evlərin inşası nəzərdə tutulur. Müvafiq dövlət qurumları tərəfindən təklif edilən torpaq sahələri arasında həm şəhərin inkişaf planı, həm də nəqliyyat və başqa mühəndis kommunikasiya şəbəkələrinin çəkilməsi imkanı baxımından ən əlverişli yerlər seçilir. Mənzillərin dəyəri isə bazar qiymətindən ən azı 20-25% aşağı olacaq. Sosial mənzillərin vətəndaşlar tərəfindən alınması prosesində şəffaflığın təmin edilməsi məqsədi ilə elektron hökumət portalında güzəştli mənzil elektron sistemi yaradılacaq. Caspian European Club və Caspian American Club üzvləri olan biznes nümayəndələri ilə görüşdə də Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsi ilə müəyyən edilən güzəştli mənzil bazarının inkişaf prioritetləri haqqında məlumat verildi. Biznes forumda Samir Nuriyevə Caspian European Club və Caspian American Club'ın fəxri üzvlük sertifikatı da təqdim olundu. Elşad Həsənli, Qurban Hüseynov, Tural Orucov xəbərlər.